Salam, 8-ci sinif 1-ci hissədən xülasə mövzusunun izahına baxaq. Burada hüceyrənin üzvü birləşmələri qeyd olunubdur. Bildiyiniz kimi, bura karbohidratlardır, lipidlərdir, zülallardır və nuklein turşulara aiddir. Karbohidratlar öz növbəsində sadə və mürəkkəb karbohidratlara ayrılır. Sadə şəkərlərə monosaxaridləri və disaxaridləri misal göstərmək olar. Monosaxaridlərə qlükoza, fruktoza, galaktoza, dezoksiribaza, ribaza daxildir. Disaxaridlərə isə maltoza, laktoza, saxaroza daxildir. Mürəkkəb şəkərlərə və yaxud mürəkkəb karbohidratlara polisaxaridlər deyilir. Onlara nişastanı, qlikogeni və sellozanı misal göstərmək olar. Qeyd elədik ki, lipidlər gliserin və 3 yağ turşusundan ibarətdir. Zülallar isə bunlar da iri molekullu birləşmələrdir. Bunların monomerləri amin turşulardır. Amin turşulardan təşkil olunub. Nuklein turşularının monomeri isə nukleiditlərdir, yəni nukleiditlərdən ibarətdir. Nuklein turşuları hüceyrədə həm DNT, həm də RNT şəklində ola bilər. DNT 2 zəncirli quruluşa malikdir. Hər bir nukleidit özü 3 hissədən ibarətdir. Azot əsasıdır, karbohidratdır, fosfat turşusu qrupudur. Azot əsasına görə DNT molekulunda adenin, guanin, timin, sitozin azot əsasları mövcuddur. Karbohidrat olaraq 5 karbonlu karbohidrat dezoksiribaza yerləşir. Fosfat turşusunun qalığı, deməli azot əsasları, karbohidrat, fosfat turşusunun qrupu birləşərək nukleiditi əmələ gətirir ki, onlar da DNT-nin monomeri hesab olunur. Onlar birləşərək DNT-nin 2 zəncirdən ibarət quruluşunu təşkil etmiş olurlar. Bununla yanaşı, hüceyrədə ribonuklein turşularına, RNT-yə də rast gəlinir ki, tək zəncirli quruluşa malikdir. Azot əsasları olaraq adenindir, guanindir, urasildir, sitozindir. Nukleiditlərin tərkibində karbohidrat olaraq ribozadır və fosfat turşusu qrupundan təşkil olunubdur. Deməli, RNT tək zəncirli quruluşa malikdir. Nukleiditi azot əsası, karbohidrat və fosfat turşusu qruplarından təşkil olunubdur. Azot əsasına gəlincə adenindir, guanindir, urasildir, sitozindir. Gördüyümüz kimi burada timin nukleiditi yoxdur. Timin nukleiditinin əvəzində burada urasil mövcuddur. Maddələrin hüceyrə membranından daşınmasına gəlincə, bildiyiniz kimi bu pasiv nəql və aktiv olaraq həyata keçirilir. Pasiv nəqlə difuziya, osmoz aiddir. Amma aktiv daşınmaya fagositoz, pinostoz aiddir. Belə ki, difuziya molekulaların və ya ionların konsentrasiya qradiyenti üzrə hərəkəti nəticəsində mövcud olur. Yəni, qatılıq çox olan sahədən qatılıq az olan sahəyə yayılmış olur. Bundan başqa, hər hansı bir mühitdə, hər hansı bir maddədə, qazda və mayedə müşahidə oluna bilir. Membran olması vacib deyil. Osmosa gəlincə, burada su molekulalarının daha yüksək su potensialına malik olan məhluldan aşağı su potensiallı məhlula seçici, keçirici membran vasitəsilə hərəkəti nəzərdə tutulur. İstərsə osmoz olsun, istərsə də difuziya. Bunların hər ikisinin oxşar cəhətləri vardır. Belə ki, hər ikisi pasiv prosedurdur. Enerji tələb olunmur. Maddələrin konsentrasiya qradiyenti boyunca hərəkəti mövcud olur. Osmoza gəlincə qeyd elədik ki, seçici membran vasitəsilə hərəkət edir. Burada deməli, yalnız suya həll edici molekulalara aiddir. Yarımkeçirici membran üzrə baş verir. Bu isə fərqli cəhətlər hesab olunur. Gördüyünüz kimi, difuziya hər hansı bir maddədə, qazda və ya mayedə müşahidə olunur. Membran olması vacib deyil, amma osmos isə yalnız suda həll edici molekulalara aiddir. Yalnız suya aiddir. Yarımkeçirici membran üzərində baş verir. Dedik ki, aktiv nəql mövcuddur ki, bunlara fagositoz və pinostoz aiddir. Maddələrin, məhlulun və ya ionların konsentrasiya qradiyentinin əks istiqamətində
hərəkəti, enerji tələb olunur, fəal daşınma sayəsində həyata keçirilir. Qeyd elədik ki, fagostoz seçici xassəyə malikdir. O bəzi infuzorlarda, əmürdə və deməli insanda və yaxud ali onurğalı heyvanlarda leykozitlərdə mövcud ola bilər. Pinostoz isə bütün hüceyrələrdə baş verən fəal daşınmaya aiddir. Bu qədər, sağ olun.